Fərhad bəy, bir mövzuya toxunmaq istəyirəm. Bu sualı cavablandırın bilərsiniz. Biz əslində Mənim cavablandırmadığım sual olmur. Bu Nemət Pənahlı ilə bağlıdır. Son bir neçə gündür sizin Nemət Pənahlı ilə iki tərəf səhv eləmirəmsə son bir həftədən söhbət gedir. İki YouTube kanalında debatınız olub və bu debatda müzakirələr ciddi rezonans yaradıb, həm sosial şəbəkələrdə, eyni zamanda xəbər saytlarında. Mən nəyə demək istəyirəm? Nemət Pənahlı sizə qarşı ciddi ittihamlar irəli sürüb, tək sizə qarşı yox da. Sizə deyikdə, siz şəxsən məni deyirsiniz, yoxsa sizə də qarşı da, sizə də qarşı da, həmişə dediyi nə var, deyir, onun dediyi bir dənə yeganə Ocaqqulunun o qatırı kimi bir ifadə edir ki, KGB-nin agentura şəbəkəsinin ona qarşı sui-qəsdi ki, başqa bir dəlil sübut tapa bilmir. Yaxınlarda da çox aşağı bir böhtan atdı Milli Hərəkatımızın liderinə, Əbülfəz Elçibəyə ki, meydanla bağlı. Əslində fərqində olmadı ki, bununla özünə daha çox zərbə vurur. Əbülfəz Elçibəyə oradan hansısa bir zərbə vurulmaz. Özünü məhv eləyir. Cavabı da verildi, onun da cavabı verildi. Mənim fikrimcə, sözün doğrusu burada bir klinik moment da var. Yəni, mənim subyektiv fikrimdir, mənim bu siz dediyiniz danışıqlar zaman. İndi bizim bu bayaqdan, bizim bu sizin verilişdə müzakirə edildiyimiz hadisələr kontekstində, fonunda belə deyək ki, açıqcası Nemət Pənahlı məsələsi, mən qeyd elədim ki, nə sual versəz cavab verərəm. Elə bir əhəmiyyətli məsələ deyil, xırda məsələdir. Bizim üçün əhəmiyyətli olan o xırda məsələləri də həll edəcəyik. Mən nəyə toxunmaq istəyirəm? Mən sizinlə müsahibələrdə, bəlkə siz xatırlamırsınız, amma bu həmişə belə olub. Sizin də efir zamanı, efirdən kənar, siz həmişə Nemət Pənahlı ilə bağlı, bəlkə xatırlamırsınız, həmişə müsbət fikirlər səsləndirmişsiniz. Hətta müsbət sözün biraz da yüksək fikirlər səsləndirmişsiniz. O dövrdəki hərəkat zamanı Nemət Pənahlının rolu, onun çıxışlı, natiqlik qabiliyyəti. Amma birdən-birə sizin aranızdakı... Yox, yəni... Açıqcası, yəni Nemət Pənahlıya istər münasibət bizim xeyli dərəcədə Əbülfəz Elçibəyin ona verdiyi dəyərlərlə, belə deyək ki, həm də bağlı olub. Nemət Pənahlı 88-ci il hadisələri vaxtı demək kifayət qədər parlamışdı və parladılmışdı. O cümlədən hərəkat tərəfindən, hərəkat nümayəndələri tərəfindən o dövrdə belə bir, bilirsiniz, keçmiş SSR dövrü idi və bir fəhlə sinifi əsas hegemon sinifdir və Moskvanın da qarşısında, bu da özü çıxmışdı. Yəni bunu mən demirəm, hansısa bir təmiz, xalis, süni şəkildə. Və bir növ danışırdı, şeirlər deyirdi, bəzi elə hadisələri, elə anlayışları öz çıxışlarında eləyirdi ki, onları bir çoxları hələ dilinə gətirməyə cəsarət eləmirdilər və s. Amma indi boynuna almır. Mən sizə indi bu yeri gəlmişəm, məcbur olub biz bunu deyirik. Onların bəzilərini oxuyurdu. Mən xatırlayıram, rəhmətlik Ağamalı Sadiqin deyinməsin. Demək, çox hadisələrdən sonra Ağamalı bəy də vəfat edeyim. İndi mənə də deyəcəklər ki, indi Ağamalı bəy indi sağ oldu, gəlib hə, yox deyər. Amma o şahidlər var. Digər şahidlər var ki, mən xatırlayıram ki, yəni verilərin də üzündən də düzgün oxumuruz deyirlər. Hə, bu demək deyil ki, Nemət Pənahlının özünün sərbəst orada fikirləri ya mülahizələri yox idi. Sonra məlum oldu ki, yəni bu demək, elə meydanda parlayıb, meydanda da sönüb. Və sonraki onun bütün fəaliyyəti Azərbaycan Xalq Hərəkatına, mənim qənaətimə görə, bir çoxlarının qənaətinə görə demək, Azərbaycan Xalq Hərəkatına, xalqımızın çox şanlı, şərəfli bir dövr tarixinə ancaq zərər və zədələr vurmaqdan ibarət olub, təəssüf ki, yalan danışır, böhtan atır. Bilirsiniz, indi uydurma olar, hər şeyi uydurmaq olar. İndi olar deyəndə belə görünməsin ki, mən buna bəraət verirəm, amma yalan danışır, böhtan atır, qaralayır və mən klinik məsələsini təsadüfən demədim, hər birinin də qarşısına obyektiv dəlillər qoyulur da. Şimdi məsələn bir adi bir misal gətirim ki, bu ən axırıncı ilə sizin dediyiniz məsələdə dedi ki, bəs 10-15 adam yığışıb Xalq Cəbhəsini yaratdılar. Sonra onu sən demə Xalq Cəbhəsində sədrliyə irəli sürüblərmiş.
o Əbülfəz İlçi bəy məsləhət bilib, ona görə Əbülfəz İlçi bəy demək sədr olub, sonra dedi etibarla Rəhim Qaziyev ümumiyyətlə idarə heyətinin siyasətində olmayıb, o namizədlər siyasətində bu irəli sürüb və s. Mən sözün doğrusu orada dedim ki, deyəsən sənin beynin artıq qurmaqdadır. Yəni təmiz o bir böhtan, o yalanlar və s. ki var, onlar öz yerində. Demək artıq müəyyən klinik əlamətlər də özünü göstərmir. Allah özü kömək olsun.